Yenə deyirəm, yandırmasan, dağıtmasan xeyri yoxdur. Gürcüstanda heç vaxt belə İvanişvili hakimiyyətini devrəməyəcəklər, heç vaxt. Ancaq devrə bilərlər nə zaman Putin gedərsə. Türkiyədə Erdoğan'ı heç vaxt elə devrənməzlər, ancaq devrə bilərlər. Haçan 10 milyon, 20 milyon adam da bütün şəhərlərdə qalxsa Erdoğan'ı devirmək çətindir. Belə devirmək. Erdoğan'ı haçan yandırma, dağıtma olmadan kimsə asla diktator devirmək olmur. Olmur, olmur. Ya Erdoğan gərək gözləyərlər, ya da nəm qlobal bir nəsə olar, Putin devrə, türklərdə bir ayaqlana, və yaxud bir həvəslənə, nəsə orada inqilabçı lider də yoxdur. Aşağı yuxarı Kılıçdaroğlu Erdoğan adamı oldu, gəldi, çıxdı. Onu da ən çox sevən Özgür Özen idi, o da inqilabçı lider deyil. Diktatoru heç bir vaxt seçimlə yenmək olmaz. Seçim deyirlərsə deməli xalqı aldadırlar. Vəssalam. Bunun iki variantı var. Ya xalqı aldadırlar, ya da deyələ həmvətənlərim hökumətin adamıdır. O da yenə elə gəlir, o da xalqı aldatmağa çıxır. Hə qardaşlar, baxa görək nə var, nə yox ölkədə. Azərbaycan hakimiyyəti deyir ki, Azərbaycan hakimiyyəti təxribatçılardır. Baxa görək bu boyda təxribatçı olar mı? Bax. Bax, İlham Əliyevin Az TV'si deyir ki, qruplaşma 50-100 nəfərlik təxribatçı qruplar hakimiyyəti devirmək istəyir, təxribatçılar. Yadınızdadır, Əhməd Əli Şaraya da terrorçular deyirdi. Əsəd qaçandan sonra nə dedi? Müxalif qüvvələr dedi. Fikir verin, Az TV'nin təxribatçı dediyi, yəni 1.300.000, Gürcistan əhalisi azdır, 1.300.000 insanın, hələ yollarda kəsirlər gələn, 100.000'dən çox insan meydandadır, İlham Əliyev təxribatçı deyir. Neredeyse seçimin səs verməyə hüququ olanın 10% meydandadır, İlham Əliyev təxribatçı deyir. Bax. Millete bakın, yollara bakın, yollara. Bunun bircə yolu var idi. Bircə yolu var idi. Yandırmaq. Burada yandırmadılarsa battı. Battı. Vəssalam. İskəndər Həmidov demişdi ki, o vaxtı. Bizə deyəndə bizim uşaqlara demişdi. Onlar da mənə dedi. Dedi ya, mən 20 dənə snayper, uzaq başı 100 dənə snayperisi olsa bəs eləyir. Yaxşı snayperisi, yaxşı belə, necə deyərlər, həyatını xalq üçün qurban verən 100 nəfər lazımdır mənə. 100'üne də verirsən snayperi, hərəsi bir yerdən durub bir məmuru vurur. O, necə deyərlər şey kimi, hər məmuru yox ha. Xanlar Vəliyev kimi. Yəni Yelmar Vəliyev kimi vurdular, onun qardaşı Xanlar Vəliyev kimi. Belə gündə bir dənə məmuru vururlar. İşte görün bir dənə xalqa qarşı çıxan olacaq mı? Görün necə xalq həvəslənib bizə və bunları devirəcək və xalqa qarşı çıxan məmur olacaq mı? İndi dəyərli vətənlərim, dəyərli soydaşlarım. Bizim bu sərhədlərimiz bağlıdır və bağlı olmalı. Buna bax. Bizim bu sərhəd. Adam nətəri 200 dolar, hə? Adam nətəri 200 dolar. İlham Əliyev dünən sırağa gün demədimi ki, xaricdən gələn təhlükəyə görə bağlıdır sərhəddə. Eləmi? Amma əvvəl nə deyirdi? Virusa görə bağlıdır. İndi İlham Əliyev, sən iki cüzə söz, gah deyirsən virusa görə bağlıdır, gah deyirsən nədir? Təhlükəsizliyə görə, xaricdən gələn təhlükəyə görə. Biz də Allah elədik ki, o biri ölkələr, dünyanın bütün ölkələri məhv oldu mu? Təhlükə mi gəldi? İndi baxın İlham Əliyevə. Güya dünyada xalqını sevən bir dənə İlham Əliyevdir. Almaniya zat sevmir də xalqını. Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməz. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədlərdir. Buna görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz deyirik. Və nə qədər lazımsa o qədər də sərhədləri bağlı saxlayacağıq. Quru sərhədlərindən söhbət gedir. Deyirik ki, insanların sağlamlığını qoruyaq. İnsanları itirməyək. Bizim məqsədimiz budur.
Və Covid dövründə milyardlarla vəsait ayırmışıq biz. İndi mən bunu təkrarlamaq istəmirəm. BMT Covid döneminde milyarlarla sen pul neye xərcləyirsən? Hakimiyyətdə qalmaq üçün BMT çərçivəsində paylamısan digər kasıb ölkələrə, digər virusdan qorunmaq üçün digər insanlara. Milyarlarla pul yemisən də, mən bunu ətraflı demək istəmirəm, deyənmirsən axı. Maska Avropadan baha, bir neçə dəfə, cərimə Avropadan bir neçə dəfə baha. Ay qardaşlar, İlham Əliyev yiyir, başında daşa. Ölkə niyə bu gündədir, bilirsiniz mi? Ölkədə niyə acınacaqlı vəziyyət yaranıb, bilirsiniz mi? Əvvəldə işsizlik var, biraz sokarda iş yaxşı gedirdi, çox idi adam orada işləyən. Ay kişi, zato süpürgəçilərimiz artıb. Ay millət, ay qardaşlar, canlarım, ciyərlərim, baba gör nə deyirəm, ha buradan. Əvvəllər də biz İlham Əliyev dönəmində biz belə idik. Ebru Gündeş'in yalayanlar hökumət başındaydı. Əvvəl də biz belədik. Sadəcə biz niyə yaşaya bilirdik, ayaqda qala bilirdik, bilirsinizmi? O tərəf Samurdan, Rusiya sərhədindən, Rusiyadan dolanırdı. Bu tərəf Gürcüstandan dolanırdı. Cənub tərəfdə İranla dolanırdı. Naxçıvan da İran və Türkiyə ilə dolanırdı. Eləcə də bizdən sonra işləməyə gedib, burada yetimlərini dolandıranlar var idi Azərbaycanda. İlham Əliyev ölkəyə haçan bir qayğı göstər, nə uşaq pul var, nə sosial var, nə o var, nə bu şey, heç nə yoxdur. Sadəcə indi sərhədlər bağlıdır deyə. İnsanlar gedib İranda işləyib, ya İrandan ucuz gətirib dolana bilmir. Rusiyada işləyib, qazanıb, ya Rusiyadan gətirib dolana bilmir. Eləcə də Gürcüstandan. Deyir sağlamlıq. İlham Əliyev, hansı sağlamlıqdan danışırsan? Tərkibi dəyişdirilmiş qidaları xalqa sırıyırsan, cəmaət İrandan yaxşı tərkibi olan mal gətirib yeyirdi. Ya Gürcüstandan, ya Rusiyadan. İndi PKK terrorçusunu qoymuşsan Abdulbari Gözəli, indi onun qardaşı Azərsunun başında. Xalqa tərkibi bilinməyən qidaları yedizdirir. Dəyərli həmvətənəm, inanın Allaha deyirəm. İnanın Allaha deyirəm ha. İnanın Allaha deyirəm. Yalan deyirəmsə deyin ay qabil yalan deyirsən. Cənub bölgəsində Allahu Əkbər Hamneyi rəhbər deyirlər. Mən deyirəm sizə, Cənub bölgəsində Allahu Əkbər Hamneyi rəhbər deyirlər. Cənub bölgəsində hamı Talış dilində danışır. Bilirsiniz də 3 milyondan da artıq İran tərəfdə Talış var. Hamı Talış dilində danışır. And olsun Allaha deyirəm, Azərbaycan deyə danışan ümumiyyətcə elə kətlər var, adam tapılmır bir nəfər Azərbaycan deyə danışsın. Hətta tərcüməçi lazım olur kətlərə girəndə, tərcüməçi. Çünki niyə? İrandan daşıyıblar. Balalara ana daşıyıb, ata daşıyıb, nəm fəhləlik, hamballıqdan, ucuz İrandan gətiribdir, balasını yedizdirib. İran deyəndə can, yemək düşünür, yemək, can, yemək. Allah Əkbər, Xamneyi rəhbər. Ona görə deyirlər. Sizi alladırlar İlham Əliyev. Bütün region İrandan dolanır. Naxçıvan İrandan dolanır. Acda nə var ki, nə verə? Türkiyədə nə var ki, Naxçıvana da nə verə? Baxın, Cənub bölgəsində Rusiyadan dolanır. Bu İlham Əliyevdən Putinin oyunudur. Putin necə ki, yenə deyirəm, bütün məmurlar %80% İlham Əliyevdən şərikdir. Bax, zavodlar, fabriklər, fermalar, nə olur olsun, otellər, restoranlar, ölkə daxilində, ölkə fərqi yoxdur, ölkə xaricində. 80% İlhamın. İlhamla Putinlə şərikdir, şərik. İlham da Putinlə %51'in 49'a şərikdir. Ona görə Putin İlham ona oyun qurubdur. Putin yalan deyir. İlham yalan deyir. Düzdür, haçansa Putin'in sirrini bildiyinə görə haçansa məhv eləyəcək. Haçansa bunun planı baş tutmadı. Bir neçə və indi haçansa tutacaq. Haçansa açıq hədəf kimi vuracaqlar. Amma Putin bunu devirmək istəsəydi, inan Allah bircə aya orada bir baş papaqla Azərbaycanı qoymazdı. Hamısını Azərbaycana göndərərdi və ölkədə çevriliş olardı. Bunlar oyun qurublar yalandan, bu kursatları göstərdi. O belə bırçıtdı, bu belə elədi, bu Rus evini bağladı. Hamısı yalan şeylərdir.
Putin'le İlham Əliyevin oyunudur. Heç kim buna inanmır. Ama eninde sonunda sirrini bildiğine göre Putin bunu yok eləmək, elə sərhədə, şərikli olan sərhədə tamamıyla el koymak istiyor. O başka mesele. Ama bugün de Putin İlham Əliyev'i kullanır. Bugün de İlham Əliyev kullanır. İlham Əliyev kimi istifadə edir. Putin elə bil ki, bir dəfə istifadə eləməlisən, bir dəfə başına taxmalısan. Ama Putin tapanmadığına göre, başka yeni tapanmadığına göre köhne istifadə edir. Ha, Putin köhne istifadə edir. Değerlendirler. Vallahi de billahi de diyorum, bu bir oyundur. Canub zonamızın hamısı Rus dilinde danışır. Bütün Xaçmaz, Xudat, Qusar, Balakən, Zaqatala, Qax. İnan elə rayon var ki 90% eləsi var, 50%. Rus dilinde danışır. Azərbaycan dilini bilmirlər. Elə kənd var ki uşaq artıq oraya girmək üçün tərcüməçi götürmək lazımdır. Çünki danışığını başa düşmək olmur. Məktəbə də uşaqlarını buraxmırlar. Değerlemediler. Öz ölkəmizdə bizim millətimiz, etnik millətlər yabancı olublar. İlham Əliyev şiələrə divan tutur. Ümumiyyətlə şiələrə divan tutur İlham Əliyev. Yalanın İran bəhanəsi eləyir. Nə İranə? Elə birinci düşmən, şiələrin düşməni elə İrandakı Fars rejimidir. Fars rejimidir. İngilisi Fars rejimi. Birinci olardı şiələrin düşməni İlham. İndi əgər oturub düz danışaq mı? Kişi kimi var. Gəlin qeyrətlə danışaq da, namusla danışaq, şərəflə, ləyaqətlə danışaq. Əli Hameneyi bircə kəlmə İlham Əliyevə göstəriş versə, İlham Əliyev ayın sonuna kimi bir dənə siyasi məhbus qalmamalıdır. Və yaxud İlham Əliyev, bilsə dindarları siyasi məhbus, siyasiləri hansı ki din adından da tutublar və yaxud dindarı siyasət adından tutublar. Əli Hameneyi var, o belə bir dənə İlham Əliyevə desə, İlham Əliyev bir sutka sağ vaxt verin, bak bir sutka. Bir sutkaya olmasa birbaşa iqamətgahını vuracam. Bir sutka vaxt verirəm sağ. Bir sutka. Bir dənə şiə, dindar şiə həbsdə qalmamalıdır. İlham Əliyev onu həbsdə saxlaya bilərmi? Bir nəfər dindarı şiəni. Zaten saylar da bəllidir. 5000 civarındadır. İlham Əliyev bir dənə şiə dindar türmədə saxlaya bilərmi? Vallah saxlayanmaz. Billah saxlayanmaz. Demək ki, elə orada Fələstinləri də qırdıran, Qəzzanı da qırdıran, bütün müsəlman ölkələrinə nifak salan, hamısı İran rejimidir, o molla rejimidir. Mən dedim də harada molla görsəz onun döyün birbaşa onun əmmaməsinə. Əmmamə namusuydu, namusun içində. Namusu, harada namusda? Nə namusda? Değerli mətələr, değerli soydaşlar, hicab namusdur, niqab namusdur, əmmamə namusdur, İmam Hüseynin bayrağı namusdur. Real arvadını kızını sen İlham Əliyev, yatakta arvadının kızının yatağından seni götürür veya arvadını götürür. Real evdə ailə namusu, kız gəlini qoruyamamaq haline geldik biz. Durup biz niqab, hicab dərdi çəkirik. Bizim nəslimizdə, kökümüzdə, Türk soyunda niqab, hicab, nə bilim, əmmamə taxan olub. Dostlar, qardaşlar, yəni nə demək istəyirəm? Onu demək istəyirəm ki, İran şiələri qorumur. Şiələri oda atır. İlham Əliyev'i əzdirir, şiələri əzdirir. Ne kadar İsrail'den İran'ın oyununu gördünüz? Paramotorlarla geldi, bana orada. İsrail Gazza'nı alsın diye. İsrail Gazza'ya sahip olsun diye. O El Hameneyi var ya, belə
Her şey elədi ki, İsrail Qəzzaya sahib olsun. Nəhayət ki, yerinə yetirdi. Hizbullah Həmas olmasa İsrail bu boyda olardı. Ha? Mən istəyirəm ki, İsrail bütün dünyaya sahib olsun. İngilisdən İsrail ilə bütün dünyanı indiyə kimi elə bunlar idarə edib. Son zamanlar Yahudi siyasəti daha böyümüşdü. Min illərdir idarə edən İngilislər əl qoydu. Oyandı birdən-birə. Belə də davam eləyəcək. Amma bu diktatorlara dəstək verən İngilis olsun, Yahudi olsun, kim olur olsun, Allah onları versin.